Yarımca Kazanik bulağı. Kim istirahət eləmək istəsə gəlsin. Rəhmətli Nizami əminin obyekti. Rəhmətli Şarabadlı Nəcəf əminin qardaşı. Gözəl istirahət yeri. Qəşəng belə bisetkalar, qabağı qəşəng restoran. Nə tər şəkildə sizə söz var da istirahət eləmək yerlər. Gəlin bura. Ən əsası gözəl bulağı, gözəl suyu, gözəl havası. Gəlin belə yerlərdə istirahət edin özünüz. Suyu da niyə etsən deyər. Biz bu dağların heyranıyıq. Yarımca kəndi. Yəni bisetkaları çoxdur. Ailəvi qəşəng istirahət yeri. İstəyirsiniz özünüzə qulluq edin, istəyirsiniz burada zakaz verin, özləri qulluq eləsin sizə. Hər cür imkan var. Sağ olunuz, var olunuz. Ən uca zirvədə dağlılar. Qoşulun bizə. Biz bu dağların heyranıyıq. Maşallah, hara baxırsan, sən dolu da adamlar. Geyib çəkib paylaşırsınız oranı buranı. Gəlin buraları da paylaşın da, nə olanda ki? Gül kimi gözəl obyekt. Niyə buranı çəkib paylaşmırsınız? Çünki buranın reklama ehtiyacı yoxdur. Çəkməsəz yaxşıdır. Buranı biz çəkərik, bəs eləyir. Deyirəm ki, buranın belə də reklama ehtiyacı yoxdur. Deyirəm, gəlib çəkib paylaşırlar oranı buranı. Gəlin çəkin paylaşın buranı, qoy gəlsinlər də burada istirahəti cəmaət. Çox gözəl, manqalı, samavarı, nə etsən də yəni var. Qulluğunuzda, xidmətinizdə. Sağ olunuz, var olunuz.